Nəşri dayandırılan Şəmsi Təbrizi qəzetinin əməkdaşı Əli Süleymaninin APA-ya verdiyi məlumatda bildirilir ki, qarşıdurmada xeyli sayda insan yaralanıb. O, soydaşlarımızın özlərini polis qüvvələrinin hücumundan daşlarla qorunduğunu bildirib. Polis aksiyanın dağılması üçün rezin dəyənəklər və göz yaşardıcı qazdan istifadə edib. İranın Sulduz şəhərində başlayan mitingdə isə aksiya iştirakçıları şəhər meriyasına tərəf yürüş edib. Güney Azərbaycan Milli Oyanış Hərəkatının məlumatına görə aksiya iştirakçıları Təbrizdə Azərbaycanlıların mitingini dağıdan hökumət təmsilçilərinin cəzalandırılmasını tələb edib. Bugün eyni vaxtda Parsabat və Zəncanda da etiraz aksiyaları keçirilib. Bu barədə məlumat verən Güney Azərbaycan Milli Hərəkatının Müdafiə Komitəsinin sədri Cahangir Baharoğlu bildirib ki, aksiyalarda ölən və yaralananlar var. İranın Azərbaycandakı səfiri Əfşar Süleymani isə aksiyaların keçirildiyini təsdiqləsə də ölən və yaralananların olduğunu təksib edib. O bildirib ki, baş verənlərdə günahkarların cəzalandırılması üçün qanun çərçivəsində tədbirlər görülür. İran qəzetində Azərbaycanlıların təhqir olunmasından sonra Təbrizdə başlayan etiraz aksiyalarının genişlənməsi və digər şəhərlərə keçməsinin qarşısını almaq üçün rəsmi Tehran xüsusi təyinatlı qüvvələri Təbrizə yeridib. Bu barədə məlumat verən Güney Azərbaycan Milli Hərəkatının Müdafiə Komitəsinin sədri Cahandar Bayoğlu bildirir ki, təhlükəsizlik qüvvələri şəhərə nəzarət edir, mərkəzi meydanda toplaşanları dağıdır. Şəhidlərimizin sayı 24-ə çatıb Təbrizdə və yaralıların sayı Təbrizdə yüzlərlədir. 100-dən yuxarıdır. Həbs olunanlar artıq Təbrizdə 300-ün üstündədir. Bu tək Təbrizdə olan informasiyadır. Demək olar, bütün silahlı qüvvələr artıq Təbriz şəhərinin çevrəsinə və içərisinə yerləşdirilib. Beynəlxalq təşkilatları dünyanın aparıcı dövlətlərini İranda baş verən hadisələrə biganə qalmamağa və onları dəstəkləməyə çağıran Müdafiə Komitəsinin üzvləri Təbrizdə, Miyanada, Urmiyədə, Zəncanda, Xoyda, Ərdəbildə 100 minlərlə insanın etiraz aksiyalarına qoşulduğunu və aksiyaların fasilələrlə bütün gün Azərbaycan şəhərlərində davam etdiyini bildirdi. İranın Azərbaycandakı səfiri Əfşar Süleymani isə deyir ki, İran qəzetində Azərbaycanlılarla bağlı dərc olunan yazı və karikaturalar siyasi səhv olduğu üçün həmin qəzetə Azərbaycanlılardan üzr istənilib və üstəlik, günahkarların cəzalandırılması üçün tədbirlər görülür. Bununla yanaşı o, məsələ ilə əlaqədar Təbrizdə keçirilən etiraz aksiyalarında ölən və yaralananların olduğunu təsdiqləmir. Elə deyir, orada nə biri ölüb, nə birinə güllə açılıb, heç saat o aranı qatanlara da qarşı hətta, onlar yaxalanıb, banki ota çəkən ya başqa şüşələri sındıran, onlar yaxalanıblar, amma güllə heç kim atılmayıb, heç kim də ölməyib. Qanun çərçivəsində bunlara baxılacaq və elan da olunub ki, bu adamlar yaxalanıblar olar və hətta gətirib tanıtdıracaqlar əhaliyə ki, bax, bunlar sizin düzgün hərəkətinizdən sui-istifadə ediblər. Səfir qeyd etdi ki, məhz həmin təxribatları törədənlər həbs olunublar. Onun sözlərinə görə tutulanların əksəriyyətinin hüquq mühafizə orqanlarında dosyalar da var. Səfirin fikrincə, İranda aksiyalar zamanı şüşələrin sındırılması, bankın yandırılması kimi qanunsuz hərəkətlər kənar qüvvələrin təxribatıdır. Ələskər Vəliyev, İlqar Abdullayev, Carçı. Nəşri dayandırılan Şəmsi Təbrizi qəzetinin əməkdaşı Əli Süleymaninin APA-ya verdiyi məlumatda bildirilir ki, qarşıdurmada xeyli sayda insan yaralanıb. O, soydaşlarımızın özlərini polis qüvvələrinin hücumundan daşlarla qorunduğunu bildirib. Polis aksiyanın dağılması üçün rezin dəyənəklər və göz yaşardıcı qazdan istifadə edib. İranın Sulduz şəhərində başlayan mitingdə isə aksiya iştirakçıları şəhər meriyasına tərəf yürüş edib. Güney Azərbaycan Milli Oyanış Hərəkatının məlumatına görə aksiya iştirakçıları Təbrizdə Azərbaycanlıların mitingini dağıdan hökumət təmsilçilərinin cəzalandırılmasını tələb edib. Bugün eyni vaxtda Parsabat və Zəncanda da etiraz aksiyaları keçirilib. Bugün BMT-nin qadın Bu barədə məlumat verən Güney Azərbaycan Milli Hərəkatının Müdafiə Komitəsinin sədri Cahangir Baharoğlu bildirib ki, aksiyalarda ölən və yaralananlar var. İranın Azərbaycandakı səfiri Əfşar Süleymani isə aksiyaların keçirildiyini təsdiqləsə də ölən və yaralananların olduğunu təksib edib. O bildirib ki, baş verənlərdə günahkarların cəzalandırılması üçün qanun çərçivəsində tədbirlər görülür. İran qəzetində Azərbaycanlıların təhqir olunmasından sonra Təbrizdə başlayan etiraz aksiyalarının genişlənməsi və digər şəhərlərə keçməsinin qarşısını almaq üçün rəsmi Tehran xüsusi təyinatlı qüvvələri Təbrizə yeridib. Bu barədə məlumat verən Güney Azərbaycan Milli Hərəkatının Müdafiə Komitəsinin sədri Cahandar Bayoğlu bildirir ki, təhlükəsizlik qüvvələri şəhərə nəzarət edir, mərkəzi meydanda toplaşanları dağıdır. Şəhidlərimizin sayı 24-ə çatıb Təbrizdə
və yaralıların sayı Təbrizdə yüzlərlədir, 100-dən yuxarıdır. Həbs olunanlar artıq Təbrizdə 300-ün üstündədir. Bu tək Təbrizdə bu olan informasiyadır. Demək olar bütün silahlı qüvvələr artıq Təbriz şəhərinin çevrəsinə və içərisinə yerləşdirilib. Beynəlxalq təşkilatları dünyanın aparıcı dövlətlərini İranda baş verən hadisələrə biganə qalmamağa və onları dəstəkləməyə çağıran Müdafiə Komitəsinin üzvləri Təbrizdə, Miyanada, Urmiyədə, Zəncanda, Xoyda, Ərdəbildə 100 minlərlə insanın etiraz aksiyalarına qoşulduğunu və aksiyaların fasilələrlə bütün gün Azərbaycan şəhərlərində davam etdiyini bildirdi. İranın Azərbaycandakı səfiri Əfşər Süleymani isə deyir ki, İran qəzetində Azərbaycanlılarla bağlı dərc olunan yazı və karikaturalar siyasi səhv olduğu üçün həmin qəzetə Azərbaycanlılardan üzr istənilib və üstəlik günahkarların cəzalandırılması üçün tədbirlər görülür. Bununla yanaşı o məsələ ilə əlaqədar Təbrizdə keçirilən etiraz aksiyalarında ölən və yaralananların olduğunu təsdiqləmir. Elə deyir, orada nə biri ölüb, nə birinə güllə açılıb, heç zat o aranı qatanlara da qarşıyat tabii. Onlar yaxalanıb, banki ota çəkən ya başqa şüşələri sındıran, onlar yaxalanıblar, amma güllə heç kim atılmayıb, heç kim də ölməyib. Qanun çərçivəsində bunlara baxılacaq və elan da olunub ki, bu adamlar yaxalanıblar olar və hətta gətirib tanıtdıracaqlar əhaliyə ki, bax, bunlar sizin düzgün hərəkətinizdən sui-istifadə ediblər. Səfir qeyd etdi ki, məhz həmin təxribatları törədənlər həbs olunublar. Onun sözlərinə görə tutulanların əksəriyyətinin hüquq mühafizə orqanlarında dosyalar da var. Səfirin fikrincə, İranda aksiyalar zamanı şüşələrin sındırılması, bankın yandırılması kimi qanunsuz hərəkətlər kənar qüvvələrin təxribatıdır. Ələsgər Vəliyev, İlqar Abdullayev, Carçı.